insan sevdiyi ilə söhbətini uzatmaq istəyir. Nəyə görə namazda bəzən namazın belə deyə də təqibatı uzadılır. Odur ki, sən Allahla olan bağın o ab-havaya girirsən və Allahla daha çox söhbət eləməksən. Amma əslində o səninlə çox söhbət eləmək istəyir və dua da bir bəhanədir ki, insan Allahla söhbətə başlasın, onunla münacata başlasın. Və bu əlaqələrdən birincisi meyar olaraq Həzrət Adəm əleyhissalamla Allahın söhbətidir bu və orada o meyarlarda göstərilir ki, birincisi budur ki, Allah bəndənin Allah ilə olan əlaqəsi dua. Sonra buyurulur ki, Allahın bəndə ilə olan əlaqəsi onun dualarını qəbul eləmək. Allah ki buyurur ki, siz istəyin, mən verim və bu ikinci bir münasibət yaranır ortada. Amma çox maraqlı bir orada bir sonluq var. Orada buyurulur ki, bir meyarda budur ki, insanların biri-biri ilə münasibəti. Bu Allah ilə olan əlaqəni bəlli eləyir. Bunu buyurur Allah Mutal hədisi qüdsüdə ki, biz insanlarla, cəmiyyətlə olan davranışımız, Allah ilə olan münasibətimizi bəlli eləyir. Buradan məlum olur ki, sən Allah ilə və Allah səni ilə bundan kifayətlənmirsən. Sənin Allah ilə olan münasibətin bağlıdır sənin çevrənlə olan münasibətlə. Sənin həyat tərzinə Allahla sənin olan bağın əksi yansımalıdır. Bəli. Həyat tərzivi elə qurursan ki, orada hər yerdə Allah var. Bunu yaşamaq çox gözəldir, amma ola bilsin çətindir. Nəyə görə çətindir? Hər işin başlanğıcı çətindir. Sizin bu professiya sahə. Sizin bu işinizdə məsələn əvvəli ola bilsin ki, çətinliklə başlayıbdı. Çox çətin. Aha. Amma indi bu siz üçün asan gəlir. Hər bir işdə bu cür nədir? Ola bilsin ki, bu işlər insan üçün çətin görsənə bilər, amma onu davamlı eləyəndən sonra, hətta bir ayə var, orada ayələrdə buyurulur ki, duanı edərkən orada şədidun kəlməsindən və kəsirun kəlməsindən istifadə olunur. Yəni şiddətli, kəsirun isə çox, yəni davamlı və çox eləmək tövsiyə olunur Quran-ı Şərifdə ki, insan bu cürlə dua eləsin. Yəni elə gəldim bir dənə dedim, ay Allah mənə məsələn bir şey ver, ev ver, nə bilim maşın ver, bundan getdim, yox. Bunu davamlı şəkildə istəyəcəksən və çoxlu istəyəcəksən və bundan da çəkinməyəcəksən. Və hətta hədislərə əsasən buyurulur ki, balaca uşaq anasından necə israrla bir şey istəyir və əl çəkmir, o şəkildə istəyəcəksən. Və hədislərdə də yenə də buyurulur ki, Allah sizi ananızdan da çox istəyir. Və o sizə şah damarınızdan da yaxındır, Quran-ı Şərifdə buyurulur. Düzdür, o sizin nə istədiklərinizi bilir, zehninizdən, qəlbinizdən keçənləri bilir. Amma bir də onun sizin dilinizdən eşitməsi bir başqa aləmdir. O uşağı dindirirlər, görürsünüz, balaca uşağı dindirəndə görürsən ki, bilir də uşaq nə istəyir, amma istəyir ki, qoyub danışsın onunla. Eyni ilə bu ləzzəti ala bilir insan. Allah ilə münasibətə keçəndə, münacata keçə bilsə, bu ləzzəti oradan ala bilər. Bəs Layla xanım, bax, olur ki, çox vardı ətrafımızda da. Deyir ki, mən nə qədər dua elədim, mənim duam qəbul olmadı.